Mən Havqabul qəzetinin müxbiri Nazim Zeynalov, istəkli həmyerlimiz Azərbaycanın və Dağıstanın xalqı Zaur Rzayev haqqında bir bədahətən söz demək istəyirəm. Günəş kimi hərarət var bu səsdə, bahar kimi təravət var bu səsdə, doğma yurda məhəbbət var bu səsdə, oxuyanda güllər ətir qoxuyur, ay illər dinləyin, Zaur oxuyur. Zaur müəllim, mən Gəncədə kənd sıfatının üstündə oxuyanda olmalıydın, olmadım mahnısını 80-ci ildə ifa etdi və o mahnını elə bir hərarətlə oxudu ki, mən düşündüm ki, dünya şöhrətli Zeynal xanım Xanlarovadan sonra həmyerlimiz bu mahnını necə ifadələyəcək. Zaur müəllim özünə məxsus səs yanğısı ilə, səs şirinliyi ilə, boğaz gəlişmələri ilə mənim bütün həyəcanımı alt-üst etdi. Aşağıdakı qəzəli gözəl bir yanğı ilə oxudu. Yadımdadır ilk təsadüf, biz üzə gələndə sənin süzgün baxışların saldı məni kəməndə. Artıq keçmiş o saf sevgi, nə səndə var, nə məndə. O ilk eşki gəncliyimdən bir xatirə saxlaram. İlk məhəbbət yada düşər, həzin əlini ağlaram. Sən gedənin ruh inciyib tərk etmişdir bədəni, şaxta vurub soldurmuşdur bağçaları çəməni. Bayruşlara qismət olmuş bülbüllərin məskəni. Zənn etmə ki, bu dünyada mən yaşaram, mən varam. İlk məhəbbət yada düşər, həzin əlini ağlaram. Nəyə lazım bu şivələr, bu qəmzələr, bu qəmlər? Sən ki yoxsan, yazıq canım, dərd əlindən vərəmlər. Qarşımda dik yüksələr, nadənlər, sənəmlər. Nə birini sevə bilirəm, nə də könül bağlaram. İlk məhəbbət yada düşər, həzin ağlaram. Eşq olsun Zaur Rzayev sənətinə, eşq olsun Zaur Rzayev şəxsiyyətinə. Biz onunla fəxr edirik. Sağ olun.